Mən Bakıda doğulmuş, böyümüş bir gənc olaraq Qarabağı görməsəm də həmişə arzum olub Qarabağa getmək, orada yəni yaşamaq, ümumiyyətlə işləmək, bilik və bacarıqlarımı orada göstərmək. İnfraturda iştirak elədim və işğaldan azad olmuş torpaqlarda yaradılan şəraiti, iş yerləri, yaşayış yerləri çox bəyəndim. Gəldim buralarda bu yeni açılmış sexləri gördüm, çox sevindim və düşünürəm ki, gələcəkdə mən də gəlim bu doğma yurdumuzda, Qarabağımızda öz işimi davam elətdirim. Gələndə buranı televiziyadan müşahidə eləmişdim. Çox böyük qayıdışdan sonra gördüm yeni abadlıq işləri görülür. Çox böyük layihələr tikilir, böyük binalar tikilir burada. Çox gözəlləşib Xankəndi. Mənə elə gəlir ki, gələn səfər bizim gəlişimizə daha da gözəl olacaq, daha da yeni işlər olacaq inşallah.